Bu bir sui-qəsd idi. Məqsəd isə İmam Əlini və onun ailəsini hakimiyyətdən uzaqlaşdırmaq və xilafəti onlardan oğurlamaq idi. Həfsə və Ayşə isə öz atalarının təlimatı ilə Peyğəmbəri zəhərləmişdilər. Onları buna sürükləyən şey bu qadınların mənsub olduqları nəsillə bağlı idi. Ayşə Əbu Bəkir adlı bir kişinin qızı idi. Həfsə isə Ömər İbn Xəttab adlı bir kişinin qızı idi və içləri fəsadla dolu idi. Bu qadınların ataları rəvayətlərə görə Muhammed Peyğəmbərin ölümündən sonra xilafəti qəsb etmişdilər. Rəvayətlərə görə Əbu Bəkirə ilk beyyət edən şəxs İblisin özü olub. Şiə İslamı Əbu Bəkir və Öməri rədd edir. Şiə İslamı həmçinin Ayşənin rəvayətlərini də rədd edir. O, Muhammed Peyğəmbərin qatili hesab olunur. Etibarlı şəxs deyil. Onun Peyğəmbərin əhl-i beytinə qarşı çoxlu kin, kudurəti və düşmənçiliyi var idi. Onun bir çox səbəbi və motivasiyası var idi ki, Məhəmməd Peyğəmbərin sallallahu